Tural Qurbanovdur səhv etmirəmsə, oyunun baş hakimi pis idarə etmədi. Məncə yaxşı idarə elədi. Ciddi səhvi olmadı, oyuna təsir edəcək hər hansı ciddi səhvi olmadı, amma pasivinə yazılacaq məqamlar var. Bir, qırmızı vərəqə orada açıq-aşkar görsənirdi ki, Mikes Silvanın sifətinə vurmayıb. Yəni ona görə vaxt itirib oyunun sürətini, tempini öldürməyə dəyməz. Başqa bir neçə epizod oldu ki, yəni xırda foullarda bunu saxlamamaq olar. Sürətli oyun gedir, hakimlər də bir qədər şərait yaratmalıdır ki, o dinamika ölməsin. Və xüsusilə oyuna əlavə olunmuş vaxtla bağlı birinci yarıya ümumiyyətlə adam vaxt əlavə etmədi. 45 dəqiqə ilə tamamlandığı anda bitdi. Düşünürəm ki, yanlış idi. Çünki bir neçə dayanmalar olmuşdu. Məsələn, elə Medinaya sarı vərəqə verilən məqamda müəyyən pauza olmuşdu. Bundan başqa xüsusilə qeyd olunmalı oyunun final fitindən əvvəl 90 dəqiqə əlavə olunan vaxt idi ki, cəmi 6 dəqiqə əlavə olundu. Təsəvvür et, 84-cü dəqiqədə Qarabağ bərabərlik qolunu vurdu. Böyük bir təzyiq var, dinamika var. Top mərkəzdən başlansa, hətta əmin edirəm ki, bir neçə hücum, bir neçə dəqiqə sonra Qarabağ 4-cü qolu vura bilər. Belə bir dinamika var. Bəlkə sabah vurar o qolu. Amma bir sürət var, dinamika var. Nə baş verir? Bir qalmaqal düşür orada. O hakim qolun doğru vurulub vurulmadığını araşdırmaq üçün 5-6 dəqiqə ora baxır, nə bilim qalmaqala diqqət eləyir. Ən azı 10 dəqiqə artırılmalıydı. Rahat 6 dəqiqə vaxt gedir, 84-də oyun dayanır, 90-da başlayır və 6 dəqiqə artırır. Elə bu 6 dəqiqəni burada itirdi də. Bəs digər vara baxdığın, qırmızı vərəqəyə görə baxdığın epizod var, əvəz etmələrə görə əlavə olunan vaxt var. Bu hara getdi? Minimum Ahmet, sən hələ insaflı davranıb 10 dəqiqə deyirsən. Yəni minimum 12-13 dəqiqə əlavə vaxt olunmalıdır. Bunu etmədi. Düşünürəm ki, bu Turalın pasivinə yazılmalıdır. Qarabağ futbolçuları da bundan narazılıq bildirdilər. Qarabağın oyundakı hakimlərlə bağlı bu qədər. Digər məqam qalmaqal insidentlə bağlıdır. Derbilər mən hər zaman arzulayıram ki, elə insidentsiz başa çatmasın. İnsident də futbolun bəzəyidir, marağıdır. O gərginlik artırır, rəqabəti artırır. Amma bu dəfədəki baş verən insident qalmaqal xoşagələn olmadı. Hamımız üzdü. Sabahın baş məşqçisi Valdas Dambraskasın köməkçisi, Qarabağın əfsanə futbolçularından olan, hazırda məşqçilər korpusunda yer alan dəyər verdiyimiz mütəxəssislərdən biridir. Müşfiq Hüseynov, özünü də yaxından tanıyırıq hamımız. Çox insani keyfiyyətləri yüksək bir adamdır, sakit, intizamlı bir şəxsdir. Ona qarşı çox qeyri-etik bir jest göstəriblər. Və sonda Valdas Dambraskas üzr istədi. Bu qalmaqalın gedişində Qurban Qurbanovun duruşunu alqışlayıram. Qurban Qurbanovun cəsarətini alqışlayıram. Valdas Dambraskas dönə-dönə üzr istəyirdi, amma o sərt baxışları var Qurban Qurbanovun. O baxışları ilə Dambraskasa başa salmağa çalışdı ki, başa saldı da ki, yəni burada mənim məşqçilər korpusuma, ümumiyyətlə yerli məşqçilərə hörmətsizlik edə bilməzsiniz. Belə qeyri-etik jestləri ümumiyyətlə edə bilməzsiniz. Üzr istəmək məcburiyyətindəsiniz və üzr istəməyə vadar etdi. Həm Valdas Dambraskas üzr istədi, həm köməkçi məşqçisi final fitindən sonra Qarabağ məşqçilər korpusundan üzr istədilər. Mən də düşünürəm ki, bura gələn əcnəbi futbolçular, əcnəbi məşqçilər Azərbaycan mentalitetini anlamalıdırlar, başa düşməlidirlər, qəbul etməlidirlər.